Salam dəyərli izləyicilərimiz. Bugün sizlər üçün çoxdandır reseptini məndən gözlədiyiniz sadə üsulla, klassik variantla Azərbaycanın məşhur şah əsərlərinə olan plov dəmlənməsi reseptini təqdim edəcəyik. Həm qazmaq nə cür hazırlanır, həm də plov nə cür süzülməlidir, nə cür dəmlənməlidir ki, dən olsun, yağı canlı qəşəng çəksin və ağız dadımıza uyğun olsun bir sözlə. Bəzi bölgələr aş deyir, bəzi bölgələr plov deyir, amma Azərbaycanda bildiyimiz kimi plov deyilir və bu arada Talış mətbəxinin 363 növ plov növü var. Bunu da nəzərinizə çatdırmaq istədim. Digər bölgələrimizə də can qurban, söz ondan getmir. Bir sözlə biz bu günə sadə düyü nə cür hazırlanmalıdırsa, üzərinə ləvəngi qoyulan, turş kabab qoyulan, müsəmma qoyulan, o plovların plovu nə cür hazırlanırsa, bu gün onu sizlərə təqdim edəcəyik. Keçək reseptə. Videomuz yaxşı olsun deyə bu günləri nənə ilə hazırlayacaq. Nənə salam əleykum. Salam, hər vaxtınız xeyir olsun. Sən də hər vaxt xeyir olsun. Allah bolunuzu nəsib eləsin inşallah. Amin. 1 kilo düyünü 3 saat öncədən yoğuruq. Qəşəng ilıq su ilə sonra isladırıq. Bəli. Sonra bunu süzmək üçün böyük bir qazanda 6 litr su qoyuruq qaynasın. Bəli. 1 kiloya 6 litr su dostlar. Hamı soruşur ki, qazanda su neçə litrdir? Bu arada nənəyə verəcəyim sualları mən bilirəm, amma sizin dilinizdən verirəm bu sualları ki, heç bir şübhə yeri qalmasın. Bunları da qazmaq üçün qoymuşam. 3-4 yemək qaşığı qatıq. Bir 30-40 qram kərə yağı, nehrə yağı, yaxşı olar ki, ərinməmiş yağ götürün. Bir ədəd yumurta, bir də sarı kökdən istifadə edəcəyik. 6 litr suya 3 yemək qaşığının dolusu yemək duzu tökürük. Hə, nənə, indi sən növbəti sual. Bu günləri sən deyəsən qazmağı sarı köklə hazırlayırsan. Hə. Amma Azərbaycan plovunda zəfəranlandır, düzdür? Əlbəttə. Və sarı köklə niyə hazırlayırsan? Bax, xaricdən hamı yazır ki, burada zəfəran tapa bilmirik. Ya da evimdə bu dəqiqə zəfəran yoxdur, mən necə bişirim? Ona görə sarı köklə eləyirik ki, hamı hazırlaya bilsin. Düzdür, eyni dadı verməyəcək, amma söz yox. Rəngin ala bilər. Zəfəranla da hazırlayarıq. Bu arada zəfəran gülü də olur, aspir, ondan da hazırlamaq olar. Əlbəttə. Düyünü əlavə etdi qaynar suyun içinə. Əlavə edən kimi qarışdırmaq lazımdır ki, dibinə, hopmasının dibinə yapışmasın. Baxın, düyülər hamısı uzandı. Hardasa 8-10 dəqiqə qaynadı. Vaxtı da ona görə deyirəm ki, sual verirsiniz ki, neçə dəqiqə qaynamalıdır. İndi süzürük bunu. Hə, nənə, indi bunun üzərinə qaynar su tökürük, soğuk su tökürük, yenirik. Tökmürük, çünki bunun suyu həddindən artıq çox idi. Əgər kim istəyirsə, qaynar su tökə bilər. Bax, belə biraz Çünki soyuq su neyiniyir? dirildir. Təzən elə bil ki, düyülər dirilir. Düzdür. Ona görə biraz da qaynar su gəzdiririk üstünə. Qatığı qoyuruq. Hardasa 3 yemək qaşığı. Bir 30-40 qram kərə yağı. Bir ədəd yumurta. Böyle yarım qaşıq da sarı kök əlavə edirik. Bunu yaxşıca qarışdırırıq. Qarışdırandan sonra üstünə biraz düyü əlavə edirik. Düyü ilə də bir yerdə qarışdırırıq. Nənə, lavaşdan da qazmaq edirlər, ona heç vaxt bunun yerin vermir. Lavaşdan da olur, adi xəmirdən də olur. Biz restoranda da edirik, düzdür. Xəmirdən olan resepti də dadlıdır, inşallah onu da paylaşarıq. Onu da paylaşarıq. Şimdi bunu qazı yandırırıq, qoyuruq biraz qazın üstündə qaynasın. Niyə elə? Biraz özün tutsun da, yoxsa o birisi düyüləri üstünə tökəndə bunlar yayılır kənara. Aşın üstünə sarı kök əlavə edirik. Bəs qazana baxın. Buyur. Qazanda demək olar ki, baxın, biraz bərkidir. Bir 2 dəqiqə, 3 dəqiqə qaynasa bəsdir. İndi qazın üstünə dəmir qoyuruq. Biraz qızsın.
İndi aşı əlavə edirik üstünə. Hə, bunu da qoyuruq belə dəmirin üstünə. Biraz özünü tutandan sonra Biraz par üstünə gələn kimi 3-4 dəqiqə arası tutandan sonra, par üstünə gələndən sonra nə edəcəyik? Temperaturu azaldacaq. İndi hardasa yarım stakan su, qaynar su gəzdir üstünə. Ay, sağ ol. Çünki üstünə gəzdiririk, yağ qoymuruq. Yağ qoymuruq ki, düyü təzdən dirilir. Bir su onu parlandıracaq, qəşəng dəm tökəcək. Dibdən qalxan su parla bir yerdə. Həm də ki, qapaq qoyun, qapağa da süfrə bükməyin. Heç nə bükməyin, əsas məsələ. Bəli. Çünki su qalxır qapağın üstünə təzdən qayıdır. Parlama verdikcə düyü də qəşəng yumuşalır. Bu formada. Elə düyülər olur ki, yeyəndə adamı boğur, o qəşəng dəm tökmür. Süfrə onun parını çəkir özünə, qoymur düyü qəşəng parlansın. Bu arada dostlar, çoxlu sual verirsiniz ki, hansı düyüdən istifadə edirsiniz? Firma olaraq reklam eləmirik, amma çox uzanmağını istəyirsə, Crown düyüsüdür. Dadlı uzanmasını normal istəyirsə, Besta da yaxşıdır, Sultan da yaxşıdır. Bir də yerli dad almaq istəyirsə, amma yapışacaq, Haşimi düyüsünün yeri heç nə vermir, köhnə düyülər dadı gəlir. Belə, yəni biz bunları restoranda bilirik də yəni. İndi onları da sizinlə bölüşdüm. Sonra da sual verirlər ki, düyü dəmdə nə qədər qalmalıdır? Hə, düyü hardasa, deyim sizə, 35 dəqiqə qalmağı normal. 35 dəqiqə minimaldır. Yəni minimal 35 dəqiqə, 50 dəqiqədə qalsa olar, amma çox da xəşil kimi olmasın deyə. 35-45 dəqiqə aralığında qalsa daha yaxşı. Bir də ki, dostlar, əgər plovunuz çoxdursa, yəni belə balaca qazanlıya çox bişirirsinizsə, 5-6 yerdən biz onu belə deşiyə açırıq. Sonra su tökürük, o çıxan deşiklərlə par güclü olsun, plovumuz tez bişsin. Yəni bunu da çalışın yadınızda saxlayın. Gözləyə dəmlənsin, yenə də ləvəngicəni yeyək. İndi biraz temperaturu azal, vanda dəmlənsin. Vamodda da, vamodda. Yəni asta temperaturda. Bax bizim üçün. Bax hələ nənə. Yaxşıdır qalsın. Yaxşıdır. Bir yarım saat qalsa bəsdir. Ləvəngicə nə yeyir? Pişir. Aynen, dur, şəkər bura vaxtı deyil. Plov dəmlənib üstünə yağ qoymaq lazımdır, dur. Yaxşı, bir dəqiqə gözlə. Sən bunu da çəkməyə Ayvaz. Özümü itirdim, ağımdan düşəcəkdir. Aşımızın 5 dəqiqə qalıb götürməyə. Demək olar ki, baxın, hazırdır dəndən. Üstünə kərə yağı qoyuruq. Ki, yağın da dadını çəksin, ətri gözəl gələcək. Yəni, bu parça qoymayıb əridib töksək necə? Tam əritmə, belə olanda daha vitaminli olur da, daha dadlı olur. Həm də nehrəsi elə plova çıxır. Nehrəsi yayılır plova, çox dadlı olur. Biraz mikrovalnovkada ya qazın üstündə biraz əridib də belə vermək olar, amma belə daha gözəl olur. İndi hardasa bir 10-15 dəqiqə. 5 dəqiqə qalsın götürək. Nasib eləsin hazırlamaya. Amin. Əsas odur ki, nənə, süfrənin başında böyüklər otursun. Allah hamıya da uzun ömür, can sağlığı versin. Amin. Qazmağı istəyirdim. Bax, qazmağı belə götürək, yaxşı olar ki. Qoya başqa bir buluda. Orada doğrayaq. Burada doğruya qoya plovun üstünə. Belə çox daha gözəl olur. Əllərdə sağlıq. Özdə çox qəşəng xırçıltılı var. Rəngi də qəşəng çıxıb. Sənin bərəkətindən. Mən bərəkətimdən. Öyrənmirsən sözləri. Hani yağını atsan versən. Öyrənir. Mən xoşlayıram ki, qazmağı iç tərəfindən yağı verin. Həmişə. Adətən ana. Belə əlavə kənarda doğrayıb qoyanda istədiyin fasonda kəsmək olur. Nənə, amma xəmirlə düzəldəndə stəkan ağzına yumru da kəsmək olur, düzdür? Xəmirlə düzəldəndə nə fasonda istəyirsən kəssən, yığılsan, o əla olur. İndi kərə yağı ilə qəşəng yağ veririk.
Hə, nənə. Birini də prova eləyək, baxaq qazmağının dadına. Bilirəm olsa şübhəm yoxdur. Nuş olsun. Deyirəm nənə, düyünün duzu tam normasındadır. Deyir ki, dostlar, çalışın ki, düyünün suyu dəniz suyu kimi olsun. 2 litrə bir yemək qaşığı polnu gözəl olur. Yəni Düyü əla. nuş olsun. Qazmağı da xırs-xırs. Aroması yerindədir. Hə, kərə yağını da çəkib canla superdir. Öncə sənə söz deyim, əvvəlcədən qazmağı qızartmağa qoymayanda qalın belə çıxır, xırtıltısı da olmur. Çünki bütün Qalın çıxır. düyülər düşür ora, ona Hə. görə. Hazırlayan kəsin iş olsun, bütün evlərdə qazanlar qaynasın, Allah hər kəsi ruzu versin.